Bugün sizlərə agreement mövzusuna aid bir neçə test cavab vermək istəyirəm. İmtahana çox az bir vaxt qalıbdı, çox diqqətli qulaq asaq. Deməli, birinci sualımızda some sacks of salt sent to the factory. Burada nəyə diqqət yetirir? Mübtədamızda of, yəni söz önü var. Biz deyirik ki, söz önü varsa söz öndən əvvələ diqqət yetirməliyik. Bizim xəbərimiz söz öndən əvvəl ilə uzlaşır. Sacks cəmdə olduğuna görə bizdə cəmdə olan xəbərləri, yəni 2 were, 4 are və 6-nı have been seçməliyik. Niyə 5-i seçmirik? Deməli, deyirsiniz ki, bir neçə duz kisəsi fabrikaya göndərilib deyirik, yoxsa göndərib deyirik. Özü göndərə bilməyəcəyinə görə, göndərilib deyəcəyimizə görə məchul növ lazım olduğu üçün have been. Bilirsiniz ki, məchul növdə də nə var? To be plus participle to. Yəni mütləq birdən istifadə etmək lazımdır. 2, 4, 6 D variantı düzgündür. Baxıram ikinci testimizə. Bu a number of, D number of qaydasıdır. Biz bilirik ki, a number of-la xəbərimiz cəmdə, D number of-la isə xəbərimiz təkdə olur. Burada da baxırsınız, a number of cəm istədiyinə görə are, were və have been, yəni 1, 4, 5 cavabımız B bəndidir. Üçüncü testimizə baxıram. The furniture at the shop sold quickly. Burada da yenə uşaqlar shopsu görürlər, düşünürlər ki, cəmdədir. Xeyr. Yenə də bizim söz önümüz var. Söz öndən əvvələ baxırsınız. Furniture təkdə sahil müəyyən isimdir. Biz burada tək isimlər tək xəbərlər seçməliyik. Was, is düzgündür. Burada has niyə olmur? Çünki burada görürsünüz sold yazıbdır. Mağazadakı mebel tez satıldı. Düzdürmü? Satıldı artıq məchul növ olduğuna görə has been sold olsaydı düzgün olardı. To be sold olmalıdır. 2, 5 düzgündür. Cavabımız A bəndi.